Ölkə rəhbəri İlham Əliyev əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı dövlət proqramını təsdiq edib. Mingəçevirdə də quruculuq və abadlıq işləri də bu proqram çərçivəsində həyata keçirilir. Ölkə rəhbəri İlham Əliyev əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı dövlət proqramını təsdiq edib. Mingəçevirdə quruculuq və abadlıq işləri də bu proqram çərçivəsində həyata keçirilir. Abadlaşdırma işləri zamanı şəhərin yolları genişləndirilir. Belə ki, cari ilin yanvar ayından Mingəçeviri magistral yolunun genişləndirilməsinə başlanılıb. Bu ilin 1-ci rübünə kimi genişləndirmə işi Heydər Əliyev mərkəzinə qədər davam edəcək. Bildirək ki, əvvəllər yolun eni 14 metr idisə, genişləndirmə işlərindən sonra 20 metr olacaq. Hazırda səkilər sökülərək yerinə çınqıl döşənilir. Yolun uzunluğu mövcud 14 metr idi. Genişlənmədən sonra olacaq 20 metr. Prospektin uzunluğu 4,5 kilometr. Eyni vaxtda asfalt örtüyünün dəyişdirilməsi əsasın təmiri ilə bərabər yol səki daşlarının da dəyişdirilməsi aparılır. Bir hissəsi olub və eyni zamanda işıq dirəkləri yenilənir. Prospektin bu hissəsində olan uzunluğu 4,5 kilometrdir. Səki daşları hər iki tərəfdə döşənəcək, o da olacaq 9 kilometr uzunluğu. Görülən işlər bununla bitmir. Belə ki, şəhərin Təbriz, Naxçıvan və Natəvan küçələrinin də asfalt örtüyü əsaslı təmir olunacaq. Şəhərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, yolların və prospektlərin abadlaşdırılması istiqamətində görülən işlər sakinlər tərəfindən də yüksək qiymətləndirilir. Elnari İbrahimova, Ramin Ələsgərov, LTV Mingəçevir.